İslamla əlaqəsi mən heç tapmamışam. Axtarıb tapmamışam, amma mən eləmişəm hər şey ki, bu İslam olsun. Çünki mən deyim də, bu Alov, onların gerbinin üstünə xalq cəbhəsi gətirib, bu gerbi gətirib. Hardansə gətirib. 60-90-a belə formatda gətiriblər Milli Meclisə. Bunu istəyirlər, təsdiq eləsinlər. Milli Meclis təsdiq eləmədi. Xoşu gəlmədi. Çox pis çəkilmişdi o. Giraldikaya oxşamadı. Şerştavidin çəkdi. Güya, mən bilmirəm. Kim çəkib? Deyirli ki, bu Şirvaşici çəkib. Amma o çox pis vəziyyətdə idi. Milli Meclis də qəbul eləmədi. Ondan sonra gəliblər mənim yanıma. Niyə mənim yanıma? Çünki ondan qabaq elan eləyiblər konkurs. Gerb barədə. O konkursu 3 dəfə mən qabağa düşmüşəm, mənim gerbim qabağa düşüb. Ona görə gəliblər mənə, deyiblər ki, sən çək, buna da oxşasın. Belə də olsun ki, qəbul eləsinlər. Mən də götürdüm, elədim. Orada problem vardı, Giraldika ilə bağlı problem nə idi? Əsas problem, Giraldika ilə bağlı əsas problem odur ki, Alov, süpürgə kimi çəkilib. Sonra Alov, müsəlmanın düşmənidir. Ataşpərəst kimi. Ona görə bizim gerbin üstündə alov olmamalıdır. Mən çox fikirləşmişəm. Sonra belə fikrə gəldim ki, bu alovu çəkim Allah sözü kimi. Allah sözü kimi yazmışam, amma o alov kimi olur. Belə də gerbdə qalıb.